Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Bugünkü götürəcəyimiz mövzu, əziz qardaşlar, kitabdan hansı ki davam edirik. Fadlus sucud və ruku və keyfiyyətihi. Səzdənin, rukunun fəziləti və onların icra edilmə qaydası, forması. Fəzilət demişik ki, nə deməkdir? Üstünlüyü. Bir şeyin digərindən üstünlüyünə ərəb dilində fadl deyilir. Səzdə etməyin, ruku etməyin üstünlüyü, fəziləti və onun yerinə yetirilmə, icra edilmə qaydası, forması. Müəllif deyir ki, 172-ci rivayətdə An Abdullah ibn Busur radiyallahu anhu anin Nəbiyyi sallallahu aleyhi və səlləm qal Ümməti yevməl qiyamə gurrun minəs sucud muhaccəlunə minəl vudu. Abdullah ibn Busur radiyallahu anhu rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Qiyamət günü ümmətim səcdə əzaların nur saçacaq və dəstəmaz əzalarında da işıq saçacaq, nur olacaqdır. Hədisi Buxari rəvayət etmişdir, qardaşlar. Hədis səhihdir. Növbəti rəvayətdə 173-də müəllif deyir ki, An Əbi Hüreyrətə radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm Əs-salatu thələthətu əthləth الطهور ثلث والركوع ثلث والسجود ثلث فمن أداها بحقها قبلت منه وقبل منه سائر عمله ومن ردت عليه صلاته رد عليه سائر عمله. 173-cü rivayətdə az qardaşlar Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Namaz üç yerə bölünür. 3 hissədir. Deyir ki, birincisi 1/3 dərs namazdır, təmizlikdir. 1/3 rukudur, 1/3 də səcdədir. Kim deyir ki, bunu haqqı ilə əda eləyərsə, yerinə yetirərsə, o ondan qəbul olunar. Yəni namazı ondan qəbul olunar. Və digər əməlləri də ondan qəbul olunar. Deyir, və qubilə minhu səiru əməlihi və digər əməlləri də buna görə qəbul olunar. Və deyir ki, kimin də deyir, namazı ondan qəbul olmazsa da, rədd olunarsa, digər əməlləri də ondan qəbul olunmaz. Yəni ki, rədd olunar. Hədisi Bəzzar öz Müsnəd kitabında rəvayət edib, Şeyx Albani isə hədisə Həsən Səhih demişdir. Növbəti 174-cü rəvayətdə müəllif deyir ki, An Kəsir ibn Murra ənə Əbə Fatimə həddəsəhu qalə qultu ya Rasulallah əxbirni bi'amalin əstəqimu aleyhi və ə'məluhu qalə aleykə bis-sucud fəinnəkə la təscudu lillahi səcdətən illə rafa'akallahu biha dərəcətən və həttə biha ankə xatiə. Kəsir ibn Murra rəvayət edir ki, Əbu Fatimə ona xəbər verərək demişdir ki, mən Allah Resulü sallallahu aleyhi ve sellemdən soruşaraq dedim ki, ey Allahın Resulü, mənə elə bir əməl barəsində xəbər ver ki, mən onun üzərində, ondan yəni möhkəm yapışım, ön üzərində dayanım və ona əməl eləyim. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, səzdə elə. Yəni çoxlu səzdə et. Yəni burada səzdə et, yəni namaz qıl. Yəni müstəqil belə bir forma yoxdur ki, insan gəlsin səzdə etsin. Və deyir ki, çünki sən deyir, nə qədər ki, yəni Allah üçün səzdə elərsən, o səzdə səbəbi ilə sənin Allah yanında dərəcən qalxar və sənin də ona görə günahın bağışlanar, deyir. Hədisi Muslim və İbn Məcə rəvayət etmişdir, hədis səhihdir. 175-ci rivayətdə əziz qardaşlar, müəllif deyir ki, An Əbi Hüreyrə radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm
İzə səcədə əhadukum fələ yabruk kəmə yabrukul bə'ir. Vəl yədə' yədəyhi qablə rukbəteyhi. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Sizdən biri səzdə etdiyi zaman dəvə oturduğu kimi oturmasın. Qoy əllərini dizlərindən qabaq yerə qoysun deyir. Hədisi Əbu Davud rəvayət etmişdi. Əziz qardaşlar, hədis səhihdir. 176-cı rəvayətdə Əbu Hüreyrə deyir ki, an Əbi Hüreyrə radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem ya'hadukum feyabruku kema yabrukul cemel. Yenə eyni hədisdir. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Sizdən biri namazında çökdüyü zaman oturduğu necə və oturur, oturmasın deyir. Bu hədisi də Əbu Davud rəvayət etmişdi. Hədis səhihdir əziz qardaşlar. 177-ci rəvayətdə müəllif deyir ki, an Vasibə ibn Ma'bad radiyallahu anhu qalə رأيت رسول الله صلى الله عليه وسلم يصلي فكان إذا ركع سوى ظهره حتى لو صب عليه الماء لاستقر. Vasibə ibn Ma'bad radiyallahu anh rəvayət edir ki, mən Allah Resulü sallallahu aleyhi ve selləmi namaz qılarkən gördüm deyir. Ruku etdiyi zaman belini, kürəyini düz tutardı. Tam düz tutardı. Hətta deyir, onun belinə su tökülsəydi, su onun belində qalardı. 178-ci rəvayətdə deyir ki, an Talq radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem la yanzurullahu azza ve celle ila salati abdin la yuqimu fiha sulbahu beyne ruku'aha ve sucudaha. Talq radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Allah o kişinin, o insanın namazına baxmaz ki, rukusunda və səzdəsində belini düz tutmazsa. Yəni, rukusunda və səzdəsində belini düz tutmayanın namazına Allah baxmaz. Hədisi İmam Əhməd Musnəd kitabında rəvayət edibdir. Hədis səhihdir, əziz qardaşlar. 179-cu rəvayətdə deyilir, an İbn Məsud radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem la salatə li raculun la yuqimu sulbəhu fir ruku' və sucud. İbn Məsud radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Səzdədə və rukuda belini düz tutmayanın namazı yoxdur. 180-ci rəvayətdə müəllif deyir ki, an Ali ibn Şeybən radiyallahu anhu qalə salleynə xalfən nəbiyyə sallallahu aleyhi ve sellem fələməhə bimuxiri ayneyhi ilə raculun la yuqimu sulbəhu fir ruku və sucud. فلما قضى نبي الله صلى الله عليه وسلم الصلاة قال يا معشر المسلمين إنه لا صلاة لمن لا يقيم صلبه في الركوع والسجود. Ali ibn Şeybən radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin arxasında namaz qılardıq. Peyğəmbər sallallahu aleyhi ve sellem gözünün ucuyla bir kişinin namazına baxır ki, rukusunu, səzdəsini edərkən belini düz tutmur. Namazı, Allahın Peyğəmbəri deyir, namazı qılıb qutardıqdan sonra deyir ki, ey müsəlmanlar toplusu, namazda, səzdədə, namaz qılarkən, səzdədə və rukuda belini düz tutmayanın namazı yoxdur, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Hədisi İbn Xuzeymi rəvayət edib, hədis səhihdir. Növbəti rəvayətdə 181-də yenə də Ali ibn Şeybən radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem innər rəculu la yusalli 60 sənətən və mə tuqbəlu ləhu salah və ləalləhu yutimmur ruku və lə yutimmus sucud və yutimmus sucud və lə yutimmur ruku. Ali ibn Şeybən radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Həqiqətən bir kişi 60 il namaz qılar, lakin onun namazı qəbul olunmaz. Deyir, ola bilsin ki, rukusunu tamamlayır, doğru düzgün eləyir, səzdəni düzgün etmir. Və deyir, ola bilsin ki, səzdəni düzgün eləyir, rukunu düzgün etmir. Hədisi Munziri Ət-Tərğib və Tərhib kitabında və həmçində İsfahani Ət-Tərğib və Tərhib kitabında rəvayət etmişdi. Hədisə Şeyx Albani Həsən deyir, əziz qardaşlar.
182-ci rivayətdə müəllif deyir ki, "An Qatada radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi ve sellem asva'un nas sarqatan allazi yasriqu min salatihi." Qalu ya Rasulullah ve keyfe yasriqu min salatihi? Qala la yutimmu ruku'aha ve la sucudaha. Aw qala la yuqimu sulbahu fi'r ruku' ve's sucud. Qatada radiyallahu anh rivayet edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. İnsanlar içərisində ən pis şəxs odur ki, ən pis insan odur ki, namaz qılarkən namazından oğurluq eləyir. Deyirlər ki, sahabələr deyirlər ki, ey Allah Resulü, insan namazından necə oğruya bilər? Yəni, öz namazından sən necə oğruyursan? Peyğəmbər sallallahu aleyhi ve sellem qardaş deyir ki, rukusunu və səzdəsini tamamlamır, tam etmir. Yaxud da ki, deyir ki, rukuda və səzdədə belini düz tutmur. Hədisi İmam Əhməd Musnəd kitabında rivayət edib, hədis səhihdir əziz qardaşlar. 183-cü rivayətdə deyilir, an Nu'man ibn Murra radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve sellem qal ma teravna fi şaribi ve sariki ve zani ve zalika qabla en yunzala fihim. Qalu Allahu ve Rasuluhu a'lam. Qala hunna fawahish ve fihinna uqubetun. وأسوأ السرقة الذي يسرق صلاته قالوا وكيف يسرق صلاته يا رسول الله قال لا يتم ركوعها ولا سجودها. Nu'man ibn Murra radiyallahu anh rivayet edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Siz işçi içən, oğurluq edən və zina edən barəsində nə düşünürsünüz? Bu barədə görüşünüz nədir? Yəni bu o barədə nazil olmamışdan qabaq Peyğəmbər sallallahu aleyhi ve sellem sahabelərdən soruşur. Yəni işçinin, yəni ki zinanın və oğurluğun haram olunma, yəni ki, o barədə hədlərin, cəzanın tətbiq olunmamışdan əvvəl Peyğəmbər sallallahu aleyhi ve sellem o nazil olmamışdan qabaq. Sahabələrlə bir gün oturanda bu soruşur bu suala. Onlara deyirlər ki, Allah və Resulü daha doğrusunu bilir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onlar fahiş olan pis əməllərdir, iyrənc əməllərdir. Və onlara görə də cəza vardır. Uquba vardır. Cəza vardır. Və deyir ki, ən pis oğurluq eləyən o şəxsdir ki, namazından oğurluq eləyir. Və onlar deyirlər ki, Allah Resulü, insan namazından necə oğruya bilər? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, rukusunu və səzdəsini tamamlamadığına görə. 184-cü rivayətdə deyir ki, an Alqama ibn Vail an abihi radiyallahu anhu ennən nəbiyyə sallallahu aleyhi ve sellem kânə izə raka fərrəcə əsabi'ahu və izə səcədə damma əsabi'ahu. 184-cü rivayətdə Alqama ibn Vail atasına rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ruku edəndə barmaqlarını aralayardı. Yəni dizindən tutanda barmaqları aralı formada, bax bu formada, bil ki, belə tutardı, aralı formada. Barmaqları aralı formada dizindən möhkəm tutardı. Səzdə etdikdə isə barmaqlarını birləşdirərdi. Yəni belə səzdə etmək gəlmir, əziz qardaşlar. Səzdəyə belə getmək. Hər için əllərin də barmaqları birləşdirmək lazımdır. Yəni yüngülcəni belə birləşdirirsən, yəni belə bək sıxıb ehtiyac yox. Yüngülcəni birləşdirib səzdəyə gedir. Rukuda isə dizlərdən möhkəm yapışaraq, yəni barmaqları ayıraraq o formada namazını qılıb. Peyğəmbər sallallahu əleyhi və səlləmin namazı formada olmuşdu. Hədisi İbn Hibban və Hakim rivayət edib, hədis səhihdir əziz qardaşlar. Bu fəslə aid sonuncu rivayəti oxuyuruq əziz qardaşlar. 185-ci rivayətdə an İbn Umar radiyallahu anhuma qala Nəbiyyə sallallahu aleyhi və səlləm innəl yədeyni təscudan kəmə yəscudul vəchu və izə vada'a ahadukum vəchəhu fəlyəda' yədəyhi və izə rafa'a fəlyərfa'huma. İbn Ömər radiyallahu anhuma rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Həqiqətən deyir, əllər hər ikisi də səzdədir. Necə ki, üz səzdə etdiyi kimi. Yəni, üz səzdə etdiyi kimi, əllər də səzdə. Yəni, üzünü sən səzdəyə qoyanda, əllər də səzdəyə qoyursan. Deyir, sizdən biri üzünü səzdəyə qoyanda, əllərini də səzdəyə qoysun. Və deyir ki, onu, üzünü qaldıranda, onları da, əllərini də səzdədən qaldırsın, deyir. Hədisi Əbu Davud və Nəsəi rivayət etmişdi. Hədis səhihdir, əziz qardaşlar. Buna kifayətlənək. Allah Taala'dan istəyirəm, Allah Taala bizə iştifadanlardan etsin. Və Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərdən etsin.
Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi əcmain. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahe illə ent. Əstəğfiruka və ətubu ileyh.